Salam hörmətli izləyicilər, sabahınız xeyir olsun. Aprel ayının 22-sində Ordubad rayonunun Nəsirqaz kənd ərazisindən görüntülərimiz. Bugün də hava buludludur. Heç yaxşı yaza oxşamır. Az-azıq yağış yağdı. Ümidləndik ki, təbiəti qaydasına salacaq, daha da pisləşdi. Suyu göstərib vermədi təbiət. Bitkilər daha da yanğılı oldu. Bir neçə il bundan əvvəl aprel ayının sonlarında qarşıdakı düzəngahda Kollu deyilən ərazidə qar sopaları vardı. Bu il qışda heç qar görmədi. Yazda bir-iki dəfə gördü, o da 1-2 saatdan sonra əridi getdi. Kameramı əks tərəfə çevirdim, İlona da istiqamətinə. Buralarda hava yenə yaxşıdır. Naxçıvan tərəfdə bürkü var. Bombozdu. Yağış dalğası gələndə elə olur. Bir də istidə. Aça yol demək olar bura. Açılandı yollarımız. Çıxmayan candan ümid kəsilməz. Bəlkə may ayında çoxlu yağış yağa, suya ehtiyac arta, təbiətdə yaşıl donuna bürünə. Payız ayını xatırladır. Elə bil ki, noyabr ayında yağışlar yağıb, hava isti olub, o tərəf biraz yaşıllaşıb. Yaza heç oxşamır. Qaranquş ay qaranquş, qalmışıq nigaran quş. Yazdan gətir bir xəbər, tez açılsın çiçəklər. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın. Canavar məni yolda gözləyir.